Salam şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün 18 yanvar tarixində keçirilmiş Biologiya Olimpiyadasının birinci tur, rayon şəhər turunun 9-cu sinif üzrə suallarının izahına baxacağıq. İmtahan səviyyəsi kifayət qədər çətin idi. Bunu qabaqcadan bildirmişdik ki, çətin olacaq, məktəb kitabına uyğun düşməyəcək. Halbuki əksini deyən şagirdlər, müəllimlər var idi ki, Olimpiyada bəs məktəb kitabına düşür, amma məktəb kitabına düşməyəcəyi bəlli idi zaten öncədən də. Yəni Olimpiyada başqa bir məcradır və kitabı da başqadır. Ona başqa cür hazırlaşmaq lazımdır. İndi isə suallara baxaq. Bitkidə baş verən bəzi prosesləri izləmək üçün aşağıdakı qurğu hazırlanmışdır. Şagirdlər, burada qurğu verilibdir. Burada su, xəttkeş görürsünüz. Bu gedən suyun miqdarını ölçmək üçündür. Şagirdlər, bitki zoğundakı suyu daha doğrusu ölçmək üçün, yəni burada su nəyə lazım ola bilər? Su buxarlanma, yəni transpirasiyasını ölçə bilərlər. Burada A variantını yazan şagirdlərimiz də var idi ki, fotosintezdə istifadə olunan suyun miqdarı ölçmək üçün bəlkə istifadə oluna bilər, amma fotosintezdə istifadə olunan suyun miqdarı o qədər də çox deyil. Hətta bitki özü daha çox su mənimsəyir, nəinki fotosintezdə istifadə edir. Burada doğru cavab transpirasiya olacaqdır. Niyə? Çünki biz bilirik ki, bitki daimi olaraq su buxarlandırır və buradakı təzyiqi su potensialını aşağı salır. Buna görə də buradan daimi olaraq su bu istiqamətdə hərəkət edir və təbii ki, bir nöqtədə artıq suyun nəyi baş verir? Burada bitməsi və xəttkeşdə müəyyən fərqlər biz görürük. Oksigen miqdarı zaten uyğun deyil, üzüm maddə miqdarı. Götürsək suyu götürməliydik və burada məntiqli olan transpirasiyanı götürməkdir. Yəni B bəndidir. Qələmimizi qırmızıya dəyişək və keçək ikinci suala. İkinci sualda deyir ki, verilmiş hansı molekul fosfolipidlərin tərkib hissəsidir? Fosfolipidlərin tərkib hissəsi, şagirdlər, fosfolipidlər başçıq və quyruq hissədən ibarətdir. Başçığın tərkibində fosfat qrupu var, xolin qrupu ola bilər və ya spirt ola bilər. Quyruq hissə isə hidrofob karbon turşularından təşkil olunmuşdur. Burada da quyruq hissə A variantına uyğun gəlir. Digər maddələri sürətli şəkildə deyəsi olsaq, B-dəki CH4 metan qazıdır, Y-dəki amin turşusudur. Burada D-dəki də amin turşusudur. C-dəki də nükleotiddir. Yəni burada doğru cavabımız olacaq A bəndi. Keçdik növbəti suala, üçüncü sual. İnsan orqanizmi vahid hüceyrədən təşkil olunub, yəni ziqotdan inkişaf etdiyi halda müxtəlif quruluşlu hüceyrələrə malikdir. Bu hüceyrələr funksiyalarına görə də bir-birindən fərqlənirlər. Bu hüceyrələrlə bağlı verilmiş ifadələrdən hansılar yanlışdır? Yəni deyək ki, şagirdlər, bütün hüceyrələr bir ziqotdan əmələ gəlir, amma müxtəlifləşir. Məsələn, bir hüceyrə neyrona başlanğıc verir, bir hüceyrə qan damar hüceyrəsinə başlanğıc verir, bir hüceyrə həzm sisteminə başlanğıc verir, bu şəkildə. Bunun əsas səbəbi şagirdlər, hüceyrələrin ixtisaslaşması və hüceyrələrdəki zülal sintezinin fərqli şəkildə getməsidir. Ona görə burada ixtisaslaşma olan cavabı düz götürəcək. Bu hüceyrələr orqanizmin inkişafı zamanı hüceyrə ixtisaslaşması nəticəsində əmələ gəlir. Təbii ki, burada ixtisaslaşma olmasaydı, hüceyrələr fərqli toxumalara başlanğıc verə bilməz. Sağlam bir orqanizmin hüceyrələrinin hər birinin inkişaflarının əvvəlində 46 xromosom olur. Bu da doğrudur, şagirdlər. Bütün insan hüceyrələri 2 bərabərdir 46 xromosom dəstinə malik olur, cinsi hüceyrələrdən başqa. Burada yanlış cavabımız 3 olacaq. Az öncə də qeyd etdim ki, zülal sintezi bu ixtisaslaşmanın əsas səbəbidir. Bəzi zülallar ancaq müəyyən hüceyrələrdə olur. Məsələn, neyron hüceyrələrinin quruluşunu tənzimləyən nədir? Onun zülallarıdır. Ona görə burada 3 yanlışdır. Hüceyrə ixtisaslaşması zamanı bəzi hüceyrələr yeni quruluş və hissələr qazanır. Məsələn, neyronlar dendrit qazanır, akson qazanır. Digər hüceyrələr isə hər hansı bir quruluş və ya hissəni itirir. Məsələn, eritrositlər növəsini itirir. Ona görə bu doğrudur, şagirdlər. Yanlış cavab burada 5-dir. Hüceyrə ixtisaslaşması yalnız heyvan orqanizmində baş verə bilər. Bu yanlışdır. Çünki biz bilirik ki, bitki orqanizmində bitki toxumalarda var. Floema, ksilema, örtük toxuma, ötürücü toxuma şəklində köhnə ədəbiyyatlarda qeyd olunurdu. Yeni ədəbiyyatlarda parenxima, ötürücü toxuma və örtük toxuma şəklində qeyd olunur. Yəni burada yanlış cavablar 3-5 B bəndi olacaq. Keçdik dördüncü sualımıza. Hüceyrə bölünməsinin fazasını müəyyən elə. Şagirdlər, burada biz crossing over prosesi görürük. Crossing over nədir? Meyoz birin profazası ərzində xromosomların bir-biri ilə genlərini mübadilə etməsinə crossing over deyilir. Yadınızda qalsın. Burada doğru cavab olacaq B bəndi. Digər fazalarda xromosomlar bir-birinə yaxınlaşıb crossing over etmir. Beşinci suala gəldik. Aşağıdakı qrafikdə bir insanın qan damar sistemində damarlar boyunca baş verən dəyişikliklər verilmişdir. Şagirdlər, bu sualın geniş izahını 8-ci siniflərin izahında vermişəm. Burada qan təzyiqini görürük. Sistolik və diastolik təzyiqlərə fikir verirsiniz. Baxın burada. Gəlin onu çəkim göstərim. Qan təzyiqi, sistolik və diastolik. Bu şəkildə artıb azalır. Bunlar nədir?
Şagirdlər, hər hansı bir təzyiq ölçmə aparatından təzyiq ölçübsünüzsə və ya kimsə təzyiqinizi ölçübsə, bu terminləri eşidibsiniz. 120-nin 80-ə, 110-un 70-ə. Bunlar sistolik və diastolik təzyiqdir şagirdlər. Yəni mədəciyin sistolası və diastolası zamanı aortada qeydə alınan təzyiqlərdir. Və bunlar normaldır. Burada B variantında isə deyir ki, bu məlumatlar ürək ritmlərində problem olan insana aiddir. Çünki ürəyə yaxın arteriyalarda təzyiq ritmik olaraq dəyişir. Belə bir şey yoxdur şagirdlər. Problem yoxdur. Normalda arteriyalarda təzyiqin belə ölçülməsinin səbəbi mədəciyin sistolası və diastolasıdır. Yəni burada ritmik bir problemdən söz gedə bilməz. Zaten ritmik problem ürəyin döyünməsi ilə bağlı bir problemdir. Ritmik problem təzyiqə sabit olaraq təsir edəcək. Elə belə ritmik şəkildə yox. Ona görə burada B cavabımız yanlış cavab olacaqdır. B cavabını işarə eləyək, görəsiz, yanlış cavab olacaq. Digər cavablar doğrudur. Mənfəz ölçüsündən asılı olaraq dəyişməsi, mənfəz artdıqca təzyiqlə sürətin azalması, bunları qrafikdən özünüz də görə bilərsiniz. Yəni ki, çətin bir şey yoxdur. Digər variantlar asan şəkildə doğrudur. 6. Şeydir, ürək siklinin mərhələləri verilibdir. Mədəcikdə, qulaqcıqda və arteriyada baş verilən dəyişikliklər verilibdir və qapaqların vəziyyəti verilibdir. Ürək siklini bilirik ki, 3 mərhələdən ibarətdir. Qulaqcıqların sistolası, mədəciklərin sistolası və ümumi diastolu. Yazaq, qulaqcığın sistolası burada, mədəciyin sistolası burada və ümumi diastola burada. Burada zamanları verilibdir. Mən zamanları əsasən təxmini şəkildə təyin elədim. Baxın, burada 0.4 yazılıb, burada 0.1. Biz bilirik ki, qulaqcıq sistolası 0.1, mədəcik sistolası 0.3 və ümumi diastola 0.4-dür. Bunlar verilibdir. İndi bizdən nə istəyir? Deyir ki, sistola diastolanı tap. Sistola qulaqcıqların sistolası 1, fikir verin, 0.1-ə qədər olan hissəni götürürük qulaqcıq üçün. Həm də burada oxla qanın axını verilibdir. Burada nəyə görə bilərik? Qulaqcığın sistolasını biz görə bilərik. Yenə deyirəm, 8-ci sinifdəki bu sualın izahını daha geniş şəkildə vermişəm. Tam anlamasaz oradan da baxa bilərsiniz. Biraz sürətli şəkildə izah verirəm ki, video çox uzanmasın. Deməli, qulaqcığın sistolası, çünki 0.1 saniyəyə qədər baş verir. Burada da 0.1-dən 0.4-ə qədər mədəciyin sistolası baş verir. Bunu götürürük. 1.8-dən elə cavabımız çıxır. Digər variantlara baxmaq istəyirsinizsə, gəlin baxaq. Diastola götürəndə, məsələn, qulaqcıq burada sistol olursa, bura ilə burada diastol olacaq. Ya da mədəcik burada sistol olursa, 7 ilə 9-da diastol olacaqdır. Ona görə 2, 3, 7, 9-u biz diastol olaraq götürürük. Bundan başqa, qapaqların açıb bağlandığı yerləri hardan bilək? Qulaqcıqların sistolasında taylı qapaq açıq olur. Yəni ki, burada açıq olacaqdır taylı qapaq. Və ümumi diastolanın sonunda da az bir müddət açıq qalır taylı qapaq. Bu da nəzəri bir informasiyadır. Bundan başqa olaraq, aypara qapaqda mədəciklərin sistolası zamanı açıqdır. Deməli, 4, 6, 11-də. Burada qapalı olduqları da yerdə qalan 5, 10, 12-də qapaqların qapalı olduğu hissələrdir. Doğru cavabımız olacaq C bəndi. 7. 6-cı sualdakı sxem cədvəldə verilən sxem əsasında hansı iki nöqtədə təzyiq ən yüksək dəyərə malikdir? Təzyiqin ən yüksək olduğu nöqtələri istəyir şagirdlər. Bunun biri mədəcik olacaq. Çünki mədəciyin yığılması yüksək təzyiqlə qanı vurur. Və arteriya olacaqdır. Çünki aortada dedik 120 mm cüvə sütununa qədər sistolik, yəni mədəciyin vurduğu təzyiq var. Ən çox təzyiq də elə arteriya damarındadır. Ona görə burada 8 və 14-ü biz ən çox təzyiq olaraq götürəcəyik B bəndi. 8-ci sual. Ekaryotlarda hüceyrə daxili mayenin, yəni sitozolun daxili membranlar hesabına hissələrə ayrılması kompartmentalizasiya. Yəni kompartmentlərə ayrılması, yəni hissələrə. Yəni, məsəl üçün, hüceyrənin içində başqa fermentlər var, hüceyrənin kənarında başqa fermentlər. Buna nə deyirlər? Kompartmentalizasiya. Və bunun bir sıra üstünlükləri vardır. Aşağıdakı şəkildə verilmiş bu proses, bu modelin qazandırdığı üstünlük hansı variantda düzgün verilir? Şagirdlər, bunun əsas məqsədi odur ki, hüceyrə daxilində və məsəl üçün, hüceyrə daxilində lizosom var, düzdürmü? Lizosomun daxili pH-ı aşağıdır. Bunu dərslərimizdə demişdik. Lizosomun fermentləri bu pH-da işləyə bilir. Sitozomun fermentləri isə adi 7, yəni normal pH-da işləyə bilir. Bunu ayırmamızın səbəbi odur ki, lizosomun fermentləri turş pH-ında işləsin, sitozolun fermentləri də adi normal pH-ında işləsin və bir-birinə mane olmasınlar. Buna görə də nəyə götürməliyik? Xüsusi mühit təyin edilən cavabları götürməliyik. Məsələn, 3-də deyir ki, enzimlər xüsusi mühit təmin edilərək intensivliyi artırır. Yəni, bu enzim üçün turş mühit, məsəl üçün, bir enzim üçün turş mühit təyin edirik, 2 enzim üçün isə
Məsəl üçün, qələvi mühit və yaxud da ki, normal mühit təmin edirik. Membranlar müxtəlif mühitlərə sahib olan ayrı-ayrı bölgələr yaratmaqla enzimatik reaksiyaların asan tənzimlənməsini təmin edir. Bu da doğrudur şagirdlər. Məsələ nədir? Ayrı-ayrı bölgələr, xüsusi mühitlər. Məsələ budur. Ona görə 3-4 burada doğru cavabımız olacaq. 1-2 yazan şagirdlər üçün 1-2 niyə səhvdir? Buna baxaq. 1-2-nin səhv olma səbəbi deyir ki, membranlar reaksiyaların baş verməsi üçün mövcud səth sahəsini artırır. Burada şagirdlər membranın səthində proses getmir. Membranın daxilində gedir. Buna görə membranın səth sahəsinin heç bir önəmi yoxdur. Eynilə nə deyir? Membranlar enzimlərin hüceyrənin bir nahiyəsindən digər nahiyəsinə daşınmasını təmin edərək enzimatik reaksiyaların sürətini artırır. Bu da yanlışdır şagirdlər. Yenə membranın heç bir daşıma funksiyasını görmürük. Burada membranın əsas işi odur ki, qardaş, sən bu fermentləri ayır, lizosomun daxilində fərqli ferment, sitoplazmada fərqli fermentlər olsun ki, həmin mühitdə daha rahat işləsinlər. Buna görə də olacaq cavab 3-4. Bunu nə kimi düşünə bilərsiniz? Məsələn, səhv sinifləri ayırıb ayrı dərs keçirik. Olimpiyada üçün tutaq ki, 9-ları ayırıb ayrı dərs keçirik ki, daha faydalı olsun. Bu şəkildə düşünə bilərsiniz. Bitkilərdə qeyri-cinsi və cinsi çoxalmanı müqayisə etdiyimiz zaman görürük ki, onların hərəsinin özünə aid üstünlükləri vardır. Aşağıda verilmiş fikirlərdən hansı cinsi çoxalmanın qeyri-cinsi çoxalma üzərində üstünlüyünü göstərmir, yəni üstünlük olaraq sayılır? Şəkildə cinsi çoxalmanın qeyri-cinsi çoxalmadan əsas fərqi qametlərin, dolayısıyla meyozun, mayalanmanın və rekombinasiyanın, yəni genlərin dəyişməsinin olmasıdır. Bunların hamısı şagirdlər bir şeyə gətirib çıxarır. Nəyə? Müxtəliflik. Cinsi çoxalan canlılar müxtəlif olur şagirdlər. Məsələn, insanlara baxsaq, bir-birindən necə də müxtəlifdir. Amma bakteriyalar bir-birinin klonudur. Bu müxtəliflik nə işə yarayır? Məsəl üçün, əlverişsiz şərait olanda qorunmağa, müxtəlif canlılar daha yaxşı qorunurlar. Və yaxud da ki, eyni genetik xüsusiyyətlərə malik olmadığı üçün şərait dəyişəndə daha yaxşı uyğunlaşırlar. Məsələn, biri soyuğa uyğunlaşırsa, o biri də istiyə uyğunlaşa bilir. Çünki müxtəliflik var. Və yaxud da ki, uzaq ərazilərə gedə bilirlər müxtəlif əlamətlər sayəsində və yaxud da ki, rəqabət edə bilirlər müxtəlif əlamətlər sayəsində. Bunların hamısı üstünlüklərdir şagirdlər. C variantındakı isə ümumiyyətlə üstünlük deyil. Çünki C variantında deyir ki, əmələ gələn nəslin sağ qalma və yeni bitkiyə başlanğıc verə bilmə ehtimalının daha az olması. Bu ehtimalın az olması heç üstünlük deyil şagirdlər. Yəni bu variantı ona görə rahat şəkildə yanlış olaraq yaza bilərik C variantı. Keçirik növbəti sualımıza. Şagirdlər, sualda nə deyir? Hormonlar endokrin vəzlər tərəfindən ifraz olunan, birbaşa qana buraxılan və hədəf hüceyrələrə çatdırılaraq özünə məxsus təsirlərə səbəb olan kimyəvi maddələrdir. Yəni, hormonların tərifini verib şagirdlər. Qısaca şəkil üzərində izah edeyim. Zaten siz sualı oxumusunuz. Nədir? Hormonlar iki cür olur şagirdlər. Suda həll olan hormonlar, adrenalin, somatotrop və steroid, yəni yağda həll olan hormonlar. Nə steroid hormonlar? Testosteron, androgen, progesteron və s. və s. Şagirdlər, suda həll olan hormonlar şəkil 1-də göstərildiyi kimi membranı keçə bilmir. Çünki membran nədir? Hidrofob, yəni yağlı. Buranı suda həll olan hormon keçə bilməz. Buna görə bura bağlanır və hüceyrənin içinə siqnal molekulları göndərir. Amma steroid hormonumuz, yəni məsəl üçün testosteron, bura hidrofob olduğuna görə buradan gəlib keçə bilər. Özü də hidrofobdur çünki. Keçib, gedib birbaşa nüvəyə təsir edir. Buna görə steroid hormonların reseptorları içəridə yerləşir. Nə deyir? Hansı mülahizələr düzgündür? Adrenalin hədəf hüceyrə membranını keçərək sitoplazmadakı reseptoruna bağlanır. Bu yanlışdır şagirdlər. Çünki dedik, adrenalin suda həll olur. Suda həll olduğuna görə də onun reseptoru harda olmalıdır? Membranda. İnsulin hüceyrə tərəfindən, daha doğrusu hüceyrə daxilində ikinci məlumat ötürücü molekulların artmasına səbəb olur. Doğrudur şagirdlər. İnsulin suda həll olan hormondur. Bunları bilmək üçün təbii ki, kitabları oxumalısınız. İnsulin nə oldu? Gəldi, bura bağlandı və içəridəki siqnal molekullarını artırdı şagirdlər. Buna görə iki variantı doğrudur. Testosteron hüceyrə daxili reseptorları birləşərək bəzi genlərin fəaliyyətinə və bunun nəticəsində hədəf hüceyrənin zülal sintez etməsinə təsir göstərir. Bəli, testosteron yağda həll olan hormondur, gəlib bura bağlanır və nəyi dəyişir? DNT-dəki ekspresiyanı dəyişir. Ona görə 3 doğrudur. 2-ni də doğru götürdük. 4-ə baxaq. Steroid və qeyri-steroid hormonların hüceyrəyə daxil olma mexanizmləri fərqli olsa da, qanda daşınma mexanizmləri eynidir. Yanlışdır şagirdlər. Qeyri-steroid hormonlar qanda əsasən sərbəst şəkildə,
Steroid hormonları isə zülallarla daşınır. Yəni bu üsullarda da qanda daşıma olaraq da fərqləri var. Buna görə burada cavabımız olacaq 2-3 A bənd. Keçirik növbəti suala 11. Ribosomlar haqqında verilmiş fikirlərdən hansı düzgündür? Sərbəst ribosomların sintez etdiyi zülal adətən hüceyrə daxilində fəaliyyət göstərir. Bu doğru cavab olacaq şagirdlər. Ribosomlar iki cür ola bilər: sərbəst və bağlı. Bağlı ribosomlar müxtəlif orqanellərdə yerləşir. Endoplazmatik şəbəkə, mitoxondri, xloroplast. Bağlı ribosomlar yerləşdiyi orqanel üçün zülal sintez edir. Sərbəst ribosomlar isə sitoplazmada yerləşir və sitoplazma üçün zülal sintez edir. Ona görə A variantı doğrudur. B variantında nüvə yox, nüvəcikdə olmalı idi. C variantında 70S ribosomlar eukaryotda rast gəlinir. Mitoxondri və xloroplastın ribosomları 70S-dir. D variantında deyir ki, ribosomlar endoplazmatik şəbəkədə polisom əmələ gətirir və məhsulları sitoplazmaya buraxır. Axı dedik ki, sitoplazmadakı zülalları kim sintez edir? Sərbəst ribosom. Ona görə bunu da götürmürük. Ribosomların fəaliyyəti zaman ATF enerjisinə ehtiyac yoxdur. Bu da yanlışdır. Ribosomlar zülal sintez edir və zülal sintezinə təbii ki də ATF lazımdır. Burada A variantı doğru cavabımız olacaq. 12. Şahirdlər, 12-ci sual biraz mürəkkəb sualdır. Nə deyir? Gəlin bu suala detallı baxaq. Əvvəlki siniflərdə də yoxdur bu sual. Deyir ki, 1947-ci ildə Gerti və Karl Corey cütlüyü glikogen sintezində iştirak edən genləri ayırdıqları üçün Nobel mükafatı alıblar. Glikogenin quruluşunu araşdırarkən onun tərkibində glükozaları bir-birinə birləşdirən iki rabitə formasının olduğu ortaya çıxmışdır. Bunlardan biri 1,4 glikozidik rabitə, digəri isə 1,6 glikozidik rabitədir. Bu rabitələrin quruluşu aşağıdakı kimidir. Şəqidə quruluşunu veribdir. Bilirik ki, glikogen şaxələnən polisaxariddir. Yəni, bu tip ağac kimi şaxələnir. Şaxələndiyi yerlərdə 1,6 rabitəsi olur, fikir verin. Şaxələnmədiyi, düz getdiyi yerlərdə isə 1,4 rabitəsi olur. Deyir ki, bu enzimlərin glükoz 6 fosfatları birləşdirərək glikogen əmələ gətirməsi ilə bağlı qrafiki ifadəsi aşağıdakı kimi verilibdir. Yəni ki, şagirdlər nə deyir? Glükoz 6 fosfatları birləşdirərək glikogen əmələ gətirməsi ilə bağlı. Düzdür? Qrafik. Hansı mülahizənin yanlış olduğunu seç. Burada A prosesində çevrilmə baş verməyibdir, yəni glikogen əmələ gəlməyibdir. B prosesində isə əmələ gəlibdir. Glükoza 6 fosfatlar birləşibdir. İndi şagirdlər deyir ki, A əyriliyinə istiliyə məruz qalmış enzimlərin fəaliyyətini ifadə edir A əyrisi. Bu doğrudur şagirdlər. Çünki istiyə məruz qalmış ferment işləyə bilmir. Burada biz də bunu A-da görə bilirik. Ona görə nədir bu? Doğrudur. B əyrisi vahid zamanda glikogenə birləşən glükoza miqdarını ifadə edə bilməz. Çünki vahid zamanda glikogenə birləşən glükoza sayı sabitdir və təcrübə boyunca sabit artan bir xətt. Yəni belə düz xəttdə olmalıdır. Bu yanlışdır şagirdlər. Çünki glikogenin sintezi və ya biologiyada hər hansı bir proses belə düz mütənasib şəkildə çətin getsin. Kimyəvi reaksiyaların gedişi əsasən bu şəkildə olur. Müəyyən doyum həddinə çatır. Və yaxud da ki, ferment çoxdursa, eksponensial şəkildə artır. 1 və ya 2 şəklində ola bilər. Amma düz xətt şəklində olması burada doğru olmayacaqdır. 2 olur yanlış. Gəlin yanlış yazaq, deyəsən yanlışlar istəyəcək bizdən. Kori cütlüyü glikogenin əmələ gəlməsində glükozanı birləşdirən iki müxtəlif enzim ayırmışdır. Bəli. Çünki biz dedik axı şaxələr var. Fikir verin, şaxələr. Düz olduğu yerlərdə 1,4, şaxələndiyi yerlərdə isə 1,6 rabitə sintez olunmalıdır. Və nəticədə nə olur? Bu rabitələr üçün 2 ferment lazımdır. 2 rabitə üçün 2 ferment. Bu da doğrudur. Dördüncü varianta baxsaq, 4-də deyir, B əyrisi 40-cı dəqiqədən sonra sabitləşməsinin səbəbi substrat miqdarının azalmasıdır. Şəqidə, bu variant biraz şübhəlidir. Bu variant əslində yanlışdır. Çünki burada nədir? Faizlə çevrilməni biz görürük və müəyyən qədər azalmanı görürük. Ola bilsin ki, şagirdlər substrat miqdarından yox, fermentlərin nəyindən asılıdır? Dolu olmasından asılıdır. Yəni fermentlər get-gedə tam kapasitesinə çatır. Buna görə də burada 4 variantını biz yanlış götürəcəyik. Yəni 2-4 burada doğru cavabımız olacaq. Y bəndi. Keçdik növbəti suala 13. Aşağıdakı şəkildə atmosfer havasının tipik tərkibi, alveollardakı havanın tərkibi və ağciyərlərə gələn qanda ağciyər arteriyalarında həll olunmuş qazlar göstərilir.
Nə verib şagirdlər? Parsial təzyiqi veribdir. Nəyi verib? Azot, karbondioksid və oksigen. Şagirdlər, burada variantlara baxası olsaq nə deyir? Nəfəslə verilən havada azotun parsial təzyiqinin az olması az miqdarda azotun qana keçməsi ilə əlaqədardır. Bu yanlışdır şagirdlər. Azot qana keçmir. Və azotun burada deyə bilərsiniz müəllim, parsial təzyiqi 5 qədər düşübdür. Bunun səbəbi digər qazların parsial təzyiqinin artmasıdır şagirdlər. Parsial təzyiq nisbi təzyiq deməkdir. Yəni bir qazda artanda o biri qazda parsial təzyiq düşür. Yadınızda qalsın. Ona görə burada A variantı yanlış olacaq. Keçi B variantına. Oksigenin alveoldakı parsial təzyiqinin atmosfer havasının az olması tənəffüs yollarında oksigenin hüceyrələrə keçməsi ilə əlaqədardır. Yenə şagirdlər, parsial təzyiq qaz qarışığı ilə əlaqədardır. Burada hüceyrəyə keçmənin əlaqəsi yoxdur. Digər qazların miqdarından asılı olacaqdır. Nəfəslə verilən havanın ümumi təzyiqi atmosfer təzyiqinə bərabər olmaması onu göstərir ki, ağciyərdə hər zaman qalıq hava qalır. Bu da yanlışdır şagirdlər. Çünki qalıq havanın təzyiq qradiyenti ilə əlaqəsi yoxdur. Qalıq hava ağciyəri geniş saxlamaq üçün lazımdır. Yəni bunun təzyiq qradiyenti ilə əlaqəsi yoxdur. Oksigenin molekulyar kütləsinin karbon dioksidə görə az olması və suda daha yaxşı həll olması onun alveoldan qana difuziyasını daha sürətli edir. Bu da yanlışdır şagirdlər. Çünki kütlənin diffuziya ilə asılılığı yoxdur. Diffuziya qazın polyar və örtüsündən, polyarlığından və örtüsündən asılı ola bilər ki, karbondioksid və oksigen hər ikisi kiçik qazlardır və bu diffuziya onların kütləsindən asılı deyil. Ona görə D də yanlışdır. Burada tək və bəsit cavabımız Y bəndə olacaqdır. Alveol və qan arasındakı qazlar mübadiləsinə səbəb olan ən əsas faktor təzyiq qradiyentidir. Bəli, biz hətta deyirik ki, insanlar ağciyərlərə mənfi təzyiqlə hava salır. Məsəl üçün, qabırğa arası əzələlər yığılanda, döş qəfəsi genişlənəndə nə baş verir? Ağciyərdəki təzyiq düşür və beləcə xaricdəki çox təzyiqdən içəridəki az təzyiqə bir hava axını baş verir. Ona görə burada Y bəndi doğru cavabımız olacaq. 14. Aşağıda 4 emerenti ardıcılığı verilibdir. Bu erenti ardıcılıqlarından hansılarının tərkibində bir neçə amin turşusundan ibarət polipeptidi kodlaşdıran parça vardır. Yəni şagirdlər, içəridə biz AUG, yəni metianinin kodunu axtaracağıq. Çünki metianinlə başlayır zülal sintezi, bunu bilirik. Sadəcə burada 5 və 3 uclarına yaxşı baxmaq lazımdır. Biz bilirik ki, DNT 3-dən 5-ədir. Nə? DNT. Emerent isə 5-dən 3-ədir. Ona görə biz 5-dən 3-ə baxmalıyıq. Məsələn, 1-də 5-dən 3-ə verilib və burada AUG görürəm. Deməli, bunu götürürəm. İkincidə, məsəl üçün, burada AUG görürəm, amma 3-dən 5-ədir. Mənə 5-dən 3-ə AUG lazımdır. 5-dən 3-ə AUG varmı burada? Yoxdur. Götürə bilmərəm. Üçüncüdə 5-dən 3-ə AUG varmı? Burada var. Fikir verin, AUG burada var. Bunu götürə bilərik. 4-ü götürə bilərikmi? 5-dən 3-ə AUG varmı? Mən görmədiyim yoxdur. Deməli, burada doğru cavab olacaq 1, 3. C bəndi. Keçdik növbəti suala. Şəkildə torluq işanın sxematik təsviri verilibdir. Şəkildə hüceyrələr X, Y və Z ilə verilibdir. Şagirdlər, burada X ilə təsvir olunan nədir? Çöpcüklərdir. X ilə təsvir olunan çöpcüklər, biraz aşağıda yerləşənlər isə kolbacıqlardır. Çöpcükləri biz bilirik ki, müxtəlif rəngləri görməyə xidmət edən bu kolbacıqdır. Bunu götürə bilmərik. Qalanları çöpçüyə aiddir. 3 növü var, bunu da hardasa çıxa bilərik. Qalır B, C, D arasında. Z hüceyrəsi nədir burada şagirdlər? Z hüceyrəsi bipolyar hüceyrədir. Bipolyar hüceyrə fotoreseptorlardan işığı alıb qanqlionlar hüceyrəyə oturur. Bunu dərslərimizdə keçmişik. Və burada şagirdlər fəaliyyət potensialı yaratmır, yanlış olacaq. Çünki impuls ötürən hüceyrələr fəaliyyət potensialı yaradır. Ona görə bu yanlışdır. Və hərəki neyron ifadəsi də yanlışdır. Bunlar hərəki neyron deyil şagirdlər. Bunlar hissi neyronlardır. İmpuls götürən neyronlardır. Hətta Z heç ümumiyyətlə hüceyrədir. Yəni neyron, tam neyron demək buna düzgün gəlmir. Y isə qanqlionlar hüceyrədir şagirdlər. Qanqlionlar hüceyrə isə siqnalları toplayır və görmə sinirini əmələ gətirir. Ona görə burada cavabımız olacaq D bəndi. Keçdik növbəti suala. 16. Həkimlər tez-tez normal fəaliyyət potensialını bərpa etmək üçün dərmanlardan istifadə edirlər. Aşağıdakı qrafikdə bu dərmanlardan birinin təsiri göstərilibdir.
Şagirdlər, normalda biz dərsimizdə keçmişik nəyin fazaları? İmpulsun ötürülmə fazaları. Bir, sakitlik fazası. 2, fəaliyyət potensialı, yəni depolarizasiya. 3, repolarizasiya. 4 isə normala qayıtma. Burada şagirdlər, verdiyimiz dərman hansı fazanı gecikdirir? Üçüncü fazanı, düzdür? Üçüncü faza isə repolarizasiyadır. Hüceyrə membranında bilirik ki, hüceyrənin daxilində nə yerləşir? Kalium. Hüceyrənin xaricində isə natrium ionları yerləşir. Depolarizasiyada natriumlar içəri girir, yəni ikinci mərhələdə. Repolarizasiya, yəni üçüncü mərhələdə isə kaliumlar kənara çıxır. Hüceyrənin xaricinə çıxır. Yəni ki, bizim verdiyimiz dərman üçüncü mərhələni gecikdiribsə, deməli kalium çıxışını bloklayıbdır. Başa düşdük? Buna görə də D variantını götürəcəyik. Sitoplazmadan kalium ionlarının çıxma sürətini azaltdığına görə dərman fəaliyyət potensialını uzadır. Başa düşdükmü? Buna görə. Doğru cavab oldu D bəndi. Davam edək. D vitamin quruluşu aşağıdakı şəkildə verilibdir. Steroida bənzər quruluşa malik bu molekulun bağırsaq divarı epitelisinin membranlarından hansı yollarla keçdiyini deyin. Şeylər, D vitamini yağda həll olduğuna görə, membran da yağ tərkibli quruluşu olduğuna görə D vitamini membrandan rahat şəkildə keçə biləcək. Buna görə sadə difuziyanı götürə bilərik. Asanlaşdırılmış difuziya suda həll olan maddələrlə olur. Buna görə bunu götürmürük. Burada digər götürəcəyimiz cavab eksositoz olacaq şagirdlər. Əslində mən mənbələri araşdırdım. D vitamininin eksositozu ilə bağlı ümumi bir mənbəyə rast gəlmədim. Amma burada nə ola bilər şagirdlər? Yağların sorulması şilomikron adlanan hissəciklər vasitəsilə baş verir. Və bu hissəciklər eksositoz yolu ilə çıxır. Ola bilsin ki, D vitamini də həmin yağların tərkibində həll olmuş olaraq eksositozdan çıxsın. Buna görə də 1-4-ü burada cavab olaraq götürəcəyik D bəndi. Növbəti sual 18. Anesteziya olunmuş dovşanların buynuz qişasının xarici səthindən müxtəlif məsafələrdə oksigenin qatılığı ölçülmüşdür. Bu ölçmələr buynuz qişadan daxildə yerləşən sulu mühitə qədər davam etmişdir. Bu zaman oksigen qatılığındakı kəskin artış müşahidə olunmuşdur. Şagirdlər, fikir verin, buynuz qişanın xaricindən daxilinə doğru getdikcə nə azalır? Oksigenin qatılığı azalır. Yəni, buynuz qişanı daxili oksigeni istifadə etmir. Amma artıq buynuz qişa bitəndən sonra, maye hissəyə gələndən sonra oksigen istifadəsi artır, gördüyünüz kimi. Yəni ki, buynuz qişanın daxilinə doğru getdikcə oksigen istifadəsi azalır, amma ən daxilə çatdıqda, yəni buynuz qişanın dibinə çatdıqda artıq növbəti strukturlarda oksigen istifadəsi var. Deyir ki, düzgün bəndi seç. Bu araşdırma nəticəsində aydın olur ki, məsafə artdıqca diffuziya intensivliyi həmişə azalmır. Bu variant yanlışdır şagirdlər. Bu araşdırmanın məqsədi diffuziya intensivliyi deyil. Buynuz qişada təyin olunmasıdır oksigen istifadəsinin. Yanlışdır. Buynuz qişadan içəridəki sulu mühitdə oksigen qatılığının kəskin artışı sulu mühitdə oksigen istifadəsi olmadığına görədir. Yanlışdır. Əksinə oksigen artıb ki, həmin mühitdə istifadə olunsun. Buynuz qişanın səthindəki hüceyrələr ölü hüceyrə olduğu üçün onlar oksigen istifadə etmirlər. Buna görə də oksigen qatılığı içəriyə doğru azalır. Şagirdlər, ölü hüceyrələr oksigeni zaten istifadə etməzlər. Amma burada nə deyir? Səthindəki hüceyrələr deyir. Amma səthindəki hüceyrələr oksigen istifadə edir axı. Buna görə də fikir verin qrafikə. İstifadə edir. Baxın, görün səthində, ən ucunda necə bir istifadə var? Yüksək səviyyədə. Ona görə də bunu nə edirik? Yanlış olaraq götürürük. Deyir ki, dovşanın buynuz qişasının qalınlığı təxminən 0,4 mm-dir. Bunu hardan tapırıq şagirdlər? Buynuz qişanın qalınlığı bura qədərdir. Buradan 0-dan 400-ə qədər. 400 mikrometr eləyir neçə? 0,4 mm. Riyazi çevrilmələrlə. Ona görə D variantı burada doğru olacaqdır. Y variantı isə yanlışdır. Buynuz qişa oksigeni havadan götürür. Qandan yox. Orada qan damarları olmur. Doğru cavab olacaq D bəndi. 19-20-yə də baxaq şagirdlər. Burada immun cavab verilibdir. A hüceyrəsi immun hissəciyini təqdim edir B hüceyrəsinə. B hüceyrəsi gördüyünüz kimi cavabı alır və nə edir? Burada çoxalmağa başlayır. C hüceyrəsi D və Y hüceyrələrinin başlanğıc verir. D hüceyrələri yaddaş hüceyrəsi olaraq
qalır ki, biz həmin xəstəliyə bir daha yoluxanda aktivləşsinlər. Y hüceyrəsi isə xəstəliyə cavab verir. Deməli, şagirdlər, burada nə deyir? İkinci immun cavabdeh olan hüceyrəni istəyir bizdən. Yəni ki, burada yaddaş hüceyrəsini biz götürməliyik. Məsəl üçün, koronavirusu bir dəfə yoluxan insan ikinci dəfə yoluxanda yüngül keçirir və ya qripə. Bunun səbəbi nədir? Buradakı D hüceyrələri yaddaş hüceyrələridir. Hardan bildim? C hüceyrəsi burada iki hüceyrə əmələ gətirdi. Y cavab vermək üçün, D yaddaş üçün. Və D burada yaddaş hüceyrəsidir. Cavab olacaqdır D bəndi. Və nəhayət son sualımız şagirdlər nə verilibdir? Aşağıdakı qrafik müxtəlif DNT nümunələrinin tərkibi ilə denatrasiya temperaturu arasında əlaqənin araşdırıldığı eksperimentin nəticələrini göstərir. Denaturasiya temperaturunda DNT-nin iki qat spiralı ayrılaraq iki ayrı zəncirə parçalanır. İki DNT nümunəsi müqayisə edilmişdir. Biri yalnız PK cütlərindən, digəri isə yalnız RS cütlərindən ibarətdir, müəyyən edin. Şagirdlər, biz bilirik ki, DNT-də adenin və guanin nükleotidləri, sitozin və timin nükleotidləri var. Adenin və timin arasında 2 qat rabitə var. Guanin və sitozin arasında isə 3 qat rabitə var, düzdürmü? Deməli, bunlardan hansı daha dözümlüdür? Guanin və sitozin, düzdür? Deməli, onlar daha az parçalanacaqdır. Yəni, burada az parçalanan tək zəncirli DNT-lərdə az olan guanin, sitozin olacaqdır. Adenin timinlə arasında 2 qat rabitə olduğu üçün onların parçalanma prosesi daha tez baş verir. Deməli, burada PQ adenin timin, RS isə guanin, sitozin olacaqdır D bəndi şəklində. D bəndi. Şagirdlər, 9-cu sinifin izahını yekunlaşdırdıq. İmtahan düşünürəm ki, çətin düşmüşdü. Düzdür, suallar məntiqi idi, keyfiyyətli suallar idi. Amma orta məktəb şagirdlərinin səviyyəsi üçün ağırdır. Zaten olimpiada imtahanı nisbətən istedadlı, əlavə oxuyu sevən, araşdıran şagirdlər üçün nəzərdə tutulur. Biz də bu kitablar, müxtəlif kitablardan olimpiyadaya düşə biləcək sualları proqramımızda keçmişdik və analiz etmişdik. Ki, şagirdlər də bu mövzularda yad qalmadılar, cavablandırdılar. Əgər hər hansı bir mövzuda çatışmazlığınız varsa, həmin hissəni araşdırmağınızı və izah videolara baxmanızı məsləhət görərdim. Oldu şagirdlər. Dinlədiyiniz üçün təşəkkürlər. İnşallah hamı üçün xeyirli olsun. Növbəti turda uğurlar arzulayıram sizə. Sağ olun.